siz də xoş gəlmişsiniz. Yenə də siz də məsələn onu yad edirsiniz. Torpaq yolunda gedib, onun çox mən hələ məsələn ona yaxşı oluram üçün torpaq yolunda həlak olur. Ayrı yolda yox. Mən bunu deyə bilərəm. Bir ana kimi o indi bu dəqiqə ön cəbhədə döyüşən, qanını axıdan oğlanlarımıza, döyüşçülərimizə sizin sözünüzdür, ana sözünüzdür. Mənim sözüm odur ki, ananın bacağını hamısını məsələn xilas eləmək lazımdır, getmək lazımdır. Onlara deyə bilərəm ki, qorxmayın, heç də olmaz. İndi ölən öləcək, qalanı can sağlığı. Torpaq yolunda, heç kəsin sözü yox. Aydın da sesini buraya da bak buradasın. Qarabağ döyüşlərində şəhid olan oğlanlarımızın sayı bugünə dək hələ də dəqiq deyil. Ona görə yox ki, statistik məlumat aldadıcıdır. Yox. Ona görə ki, bu siyahıya hər gün onlarla yeni qəhrəmanların adı əlavə olunur. Onlardan biri 26 yaşlı Vahid Zeynalov, Ağdam rayonunun Qiyaslı kənd sakini. Həyatın çiçəkləndiyi yaş dövründə vətən qeyrətini şəxsi mənafiədən üstün tutan Vahid əyninə əskər libası geyib Şirin Mirzəyev adına alayın döyüşçüsü oldu. Ona görə yox ki, şöhrət üçün tələsdirdi. Ona görə ki, Qarabağ torpağı erməni ayaq altında tapdalanır və bu murdar tapdaqdan onu xilas etmək gərəyidir. Əlinə silah aldığı gündən döyüşə atıldı Vahid. Fərrux, Aranzəmin, Kətik,